Dünya şöhrətli Nomad Mania səyyah klubunun Şuşa şəhərinə səfəri başlayıb. Beynəlxalq səyyahların azad edilmiş ərazilərə sadəcə 13-cü qrup səfərdir. Bu dəfəki səfər zamanı dünyanın 30 ölkəsinin ABŞ, Böyük Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanistan, Albaniya, Türkiyə, Slovakiya, Singapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah eltasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər Qarabağa səfər edib. 6 qitəni təmsil edən səyyahların yer aldığı qrupun rəhbəri dünya şöhrətli səyyah Nomad Mania klubunun təsisçisi Harry Mitsidisdir. Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq. Aparılan bərpa və quruculuq işlərini, mina təmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək. Bu səfər azad edilmiş ərazilərin Black Turizm çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. MTB, TSS, Nomad Mania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Klub 100, Pick Rails, Vaqa klublarının geniş tərkib heyətlərinin Qarabağ və Şərqi Zəngəzura 12 səfəri baş tutub.